uzun zamandır belə həmkarlarla bir araya gəlib bir məclisdə iştirak etməmişdin. Necə qarşıladılar? Çox yaxşı, mətanəti gördüm, laf sevindim. Mətanəti həqiqətən də dünya boyunca ürəyi var, onu çox istəyirəm mən. Ona xoşbəxtlik arzulayıram, o çox yaxşı qadındır, çox gözəl də sənətkardır. Yəni o əvəz olunmaz sənəti var mətanətin. Və burada küslə həmkarlarım var idi. Könül xanım, sonra Elnarə xanım. Yox, küsməmişdim. Sadəcə bir balaca limoni deyirlər. İncimişdim onlardan, amma Könlümü necə aldılar? Özləri yaxınlaşdı. İndi oldu, qucaqlaşdıq, maçmuşquç elədik, barışdıq. İntihası, uşaq mənim, bu oğlan mənim əynimə 10 metrə palça giyindirib. Qadın mən arıq adamam. Baxın, buna bax. Görsən? Camal da heç də ölkəni vurub bir-birinə. 20 metrlik parçanı giyindirib, yıxılar, az qalıb 5 dəfə yıxılar. Amma gözəldir ha. İşini biləndir. Mənə bədənimi belə yaxşı belə, elə yəni geyindir ki, qoy bu arıqlığım görünsün də, yazmışam, bilmirəm, qurmuşam ayaq üstə. Belə, sən də çox sağ ol. Ay Selim, səni öpürəm, sən bir dənə sən gedirik gəlirik. İlk dəfə də, inşallah gedirik. İlk dəfədir ki, mən belə deyək də, çağırışına belə bir məclisə gəldim. Çünki sənə olan sevgimləndir və xoş oldu mənə. Canımsan, bilirsən, səni dünya qədər istəyirəm. Ürəyimsən. Sənin əvəzini heç kəs verə bilməz. Canımsan. Konsertlərə necə hazırlaşırsan? Çox yaxşı, artıq məşqlərimiz başlayıb. Çünki sonunda yekunu elə bir möhtəşəm sarayda vuracağıq ki, İnşallah. gözləyib. İnşallah. Hələlik.